Bəybala müəllim, Bəli, buyurun. badmintonun meydança ölçüsü. Təklərdə isə cütlərdə, Həm təklərdə deyin, həm cütlərdə. təklərdə uzunluq 13.40, 5,118, cütlərdə 13.40 eni uzunluq, 6 metr 10 sm eni. Aha. Günel müəllimə, torun uzunluğu nə qədərdir? Torun uzunluğu 610 sm idi. Bəs eni? Eni isə 76 metr. Təşəkkürlər Günel müəllimə. Sıfırdan %76. 76, 0-dan %76 metr və yaxud da 76 santimetr. Aha. Bəybala müəllim, Bəli, buyurun. badminton nə zaman olimpiya oyunlarında iştirak etdi? İştirak etdim müəllim. Hı -hı. 92-də. İştirak etmək, nümayiş etmək 72, 88 nümayiş etdilir. 92-də Olimpiya oyunları salınıb. 92-də 92-də. salındı. Bəli. Daha Bəs sonra- Azərbaycan nə zaman idmançı göndərib badminton üzrə? 2020-ci ildə Tokyo Olimpiya oyunlarında. Aha, 2020-ci ildə. Bəli. Yaxşı. Azərbaycanın nə zaman inkişaf başlayıb? Badminton yaradılıb Azərbaycanda mən 62-də yandım. Neçədə? Badminton yaradılıb 62-ci il, 1962-ci ildə. Aha. Bəs yaxşı. Badminton topunun adının mənası nə deməkdir? Tuş topu müəllim, lələk topu, tuş Aha. topu. Neçə lələkdən ibarətdir? 16 lələkdən ibarətdir. Aha. Bir komandada minimum neçə, maksimum neçə heyət olur? Minimum 5 oyuncu olur, maksimum 10-12 nəfər. Aha, 10-12 nəfər. Oyuncu dəyişikliyi. Onun dəyişikliyi yoxdur burada. Oyuncu dəyişikliyi yoxdur. Bəs yaxşı. Nə zaman cütlərdə və yaxud da qarşı cütlərdə oyuncular meydanda öz yerlərini dəyişir? Xal qazandıqdan sonra. Hansı xal? Rəqibdən yoxsa öz servisindən? Məncə rəqibdən xal qazandı o zaman. Xeyr. Yox, Voleybol xal qazandı. öz Voleybol servisindən. voleybol Aha. xal qazandı. Aha, öz servisini qazandıqda. Aha. Məsələn, 11-ci xalda hansı istiqamətdən atacaq? Tək desəm müəllim, soldan Şaqulə. 11-ci xalda soldan şərqli. Yaxşı. Təşəkkürlər Bəybala müəllim. Olmadı, çox sağ olun. Elmira müəllimə yoxdur. Elmira müəllim burdadır. Ha, yoxdur. Gülmira müəllimə. Gülmira müəllimə. Axşamınız xeyir. Hər anınız xeyir. Oyun başlayan zaman necə başlanılır? Mən oyun sağdan başlanılır. Cütlər sağdandır. Təklərdə soldan, amma sağ tərəfdən üfüqü. Səpnə. Sol sağ Sağdan tərəfdən səpnə. üfüqüdür. Sağdan da Şaquli. Sağdan səpnə deyək, soldan da şaqili. Şaquli. Yaxşı. Bir dəqiqə zəhmət olmazsa. Oyun necə başlanılır? Yaxşı. Nəyin əsasında hansı komanda ilk başlayacaq və Pişkatma ilə başlanılır. aha, püşkatma ilə. Oyun ərzində neçə dəfə püşkatma keçirilir? 3 dəfə. 3 dəfə. Neçə dəqiqə oynanılır? Mən bilmirəm onu. Ləman müəllimə. Necə müəllim? Neçə dəqiqə oynanılır badminton? Badminton mən təkrar etməmişdim. Keçmisiniz da, təkrar etməmisiniz, keçmisiniz. Ülbali müəllim. Bəli, müəllim. Neçə dəqiqə oynanılır badminton? Badminton dəqiqəsini bilmirəm valla. Zəkən müəllim. Günay müəllimə dinləyicidir. Bir də Rəşad müəllim yoxdur. Lamia müəllimə. Bəli, mənim axşamınız xeyir. Hər Badminton halınız oyunu xalla oynanılır, vaxtla deyil. Bəli, badminton oyunu vaxtla oynanılmır. Xalla oynanılır. Müəyyən bir vaxt verilmir ki, bu vaxtda birinci hissə bitməlidir və yaxud ikinci hissə bitməlidir. Badminton xalla oynanılır. 21 xala qədər oynanılır. Aha. 2 xal fərqi ilə aldı. Aha. Gülmüyə müəllimə, bəs yaxşı. 27 25 oyun bitə bilər. Bəli, müəllim. 27 26 bəs. Xeyr, müəllim. 29 28 bitə bilər. Xeyr, müəllim. 30 29 bitə bilər. 30 olarsa bitə bilər. Aha. Düzdür. Yaxşı. Oyun neçə setdən oynanılır? 3 hissədən. Aha, 3 hissədən. Neçə setin qalibi qalib hesab olunur? 2 set oynanırsa qalib elan olunur da
Arxa-arxa 2 dəfə udarsanız. Yaxşı, ardıcıl 2 dəfə udmadım. Mən məsəl üçün 2-1 olarsa udmuş sayılır da Aha, qalib. yəni 2 setin qalibi qalib hesab olunur. Aha, o da. Aha. Tavan hündürlüyü. Tamam, hündürlüyü. Yox, mən bilmirəm onu. Müəllim deyim. Xeyr, Nərgiz müəllim, xeyr. Səs 7-9 metr. Xeyr deyirəm Nərgiz müəllim, siz deyirsiniz. Bağışlayın müəllim, siz dediniz deyin ona görə. Günay müəllimə. Günay yox, üzr istəyirəm. Gülmira müəllimə. Mən bilmirəm onun tavan hündürlüyü. Bilimi dedi onsa, Nərgiz müəllim dedi. Niyə dinləmirsiniz? Hə, Yaxşı. elə onun dediyini təkrar. 7-9. Bəs yaxşı, hakim heyəti. Yaxşı. Ləman müəllimə, hakim heyəti. Gülmira müəllimə, səsi bağlayın. Ləman müəllimə, Rübali müəllim. Bəli, müəllim. 10-13 hakim heyəti, 10-13 nəfər olur. 10-13 nəfər. Yaxşı. Beynəlxalq yarışlarda neçə nəfər olur hakim heyəti? Beynəlxalq yarışlarda 13 nəfər. 13 nəfər. Yaxşı. Təşəkkürlər Rübali müəllim. Gülmira müəllimə. Bəli, mən. Komandalar meydanda nə zaman yerlərini dəyişir? Mən xal udanda. Hansı ki Yox, onu demirəm. Komandalar yerlərini, hücum istiqamətlərini. hücum istiqamətlərini mən yəqin ki oyun hissə bitəndən sonra. Sizə bitəndən sonra başqa nə zaman? Başqa? Yox, mən bilmirəm. Ləman müəllimə. Oxumamısınız da, oxusuz bilərsiniz. Elə şeylə rastlaşmam çox fikir verməm. Mən 11 xalla çatanda yer dəyişmə olurdu da. Hansı bütün 11 xal açılanda, bütün hissənin 11 xalına atılanda? 3-cü set oynanırlarsa tərəflərdən biri 11 xal qazananda yer dəyişmə edilirdi. Aha, bəli. Bildiniz Gülmira müəllimə. Bəli. Time-out'un vaxtı Gülmira müəllimə. Otuz saniyə. Xeyr. Ləman müəllimə. Mən məncə Aha, deyin fikrinizi. time-out yoxdur da. Aha, time-out yoxdur. Bəs texniki time-out? Yoxdur mənim texnikdə time-out da yoxdur. Yanlış deyirsiniz. Cavab verim mən. Deyin. Texniki time-out hər setdə bir dəfə olurdu. O da 60 saniyə. Aha, nə zaman götürülürdü? Bu mənim 11 xala çatanda idi. Aha. Birinci, məsələn, A komandası 11 xala çatdı, getdilər texniki time-out'a. Oyun gəldilər texniki time-out'dan oyun davam etdi. B komandası da 11-ci xala çatdı. Yenə gedəcəklər time-out, texniki time-out'a. Xeyr, tərəflərdən biri 11 xalı qazananda gedirdilər. Aha. İkinci tərəf çatdıqda, yəni ehtiyac deyil. Yaxşı. Yaxşı. Təşəkkürlər Gülmira müəllimə. Elə Ləman müəllimə siz açıq saxlayın. Ləman müəllimə, oyunda neçə kart var? Oyunda mənim 3 dənə idi. Hansılardır? Sarı, qırmızı, bir də qara kart idi. Ağ da dediniz, yoxsa yox? Yox, mənim ağ yox. Sarı, qırmızı, qara. Aha. Sarı nədir? Sarı mənim xəbərdarlıqda həmişə kimi. Qırmızı? Qırmızı da oyundan kənarlaşdırılmaydı. Yanlış deyirsiniz. Rübali müəllim, qırmızı kart nədir? Kartları bilmirəm valla, oxumamışam yaxşı. Günay müəllimə yoxdur, dinləyici. Lamiyə müəllimə. Qara. Bəli müəllim. Qırmızı kart nədir? Oyunçu cəzalandırmaq üçün verilir. Necə cəza? Oyundan xaric olur. Yanlış deyirsiniz. Ləman müəllimə deyin nə? Qırmızını bilmədim. Qara kart ancaq yadımda qalıbdı ki, elə bu oyundan kənarlaşdırılırdı. Bir il müddətinəmi yoxsa? Bir il və yaxud da bir neçə oyun və yaxud da turnirdən kənarlaşdırılırdı. Qara kart o da. Qırmızı kartdan. Fiyada müəllimə. Bəli. Qırmızı kart nədir? Qırmızı kart elə bil ki, veriləndə servis atmaq o bir ki, komandaya verilir demək. Servisdən başqa nə verilir? Servis keçirsə avtomatik olaraq nə keçir demək? Atış deyil, mənim atışı keçir olar. Atış keçir, bir xal verilir. Bəli. Qırmızı kart o da. Doğrudur.
Nərgiz müəllim, nəsə sözünüz var? Əlavə fikriniz. Suala cavab vermək istəyirdim. Sarı deyə bilərəm. Deyin yenidən. Sarı kart xəbərdarlıqdır. Qırmızı kart rəqibə xal verir. Qara kartda rəqibi oyundan kənarlaşdırır. Yəni qırmızı qara kart alan oyundan kənarlaşır. Bəli, bəli. Hı. Mən belə oxumuşam. Belə olmuşsa. Yaxşı, belə bir Ləman müəllimə. Səs alsın zəhmət olmasın. Nərgiz müəllim, səs ələ endirin. Ləman müəllimə. Məsəl üçün cütlərlə və yaxud da qarşı cütlər oynayır. Bir oyunçu qara kart aldı. Bir oyunçu kənarlaşdı. Oyun davam edəcək. Bir oyunçu qalıbdı onsuz. Cütlərlə müəllim. Məsəl üçün biri çıxdı, biri qaldı. Oyun davam edəcək. Yəqin. Mən fərq bilmirəm. Xeyr. Necə? Başa düşmədim. Xeyr. Xeyr, davam etməyəcək. Bəli, doğru deyirsiniz. Oyunçunun biri qara kart almağına baxmayaraq, avtomatik olaraq oyundan kənarlaşır. Bir oyunçuya sarı və kart verilirsə, qırmızı kart verilirsə, bu hər iki oyunçuya hesabına qeydə alınır, hesabına yazılır. Bəs yaxşı, Ləman müəllimə. Qara kartlar kimdə olur ümumiyyətlə? Hansı kart kimdə olur? Kartlar baş hakimdə qırmızı ilə qara kart olur. Pişka hakimində də sarı kart olur. Yeni qaydalara əsasən daha qırmızı kartda fişka hakimində olur. Yalnız qara kart baş hakimdə olur. Qırmızı da pişkada olur. Bəli, bəli, qırmızı sarı daha fişkada olur, qara kartda baş hakimdə. Dəyişikliklərinizi edərsiniz. Yaxşı. Ləman müəllimə, hissələr arası vaxt, setlər arası fasilə. Hissələr arası fasilə birinci, ikinci setdə 1 dəqiqə idi. İkinci, üçüncü setdə də səhv etmirəmsə 2 dəqiqə idi. O əvvəl eləncini idi. İndi setlər arası fasilə 2 dəqiqədir. Hər iki setdə də. Bəli, bəli, bəli. Setlər arası fasilə 2. Yaxşı, Ləman müəllimə. Püşkatma neçə dəfə keçirilir? Püşkatma müəllim oyun başlayanda keçirilirdi. Oyun başlayanda. Neçə dəfə keçirilir püşkatma maksimum? Maksimum mənim 2 dəfə. 2 dəfə. Nə vaxtlar? Biri mənim ilk servisi başlayanda. Birinci oyunu başlanğıcı. İkinci nə vaxt keçirilir? Bir də mənim 11 xala çatandaydı yoxsa 11 xala çatanda çox düşdün. Niyə 8 xalda? Rübai müəllim, oyunda neçə dəfə püşkatma keçirilir? Oyunda bir dənə püşkatma olur. Bəli, bir dəfə püşkatma keçirilir. O da oyunun başlanğıcı zamanı. Ləman müəllimə, komandalar hücum istiqamətləri nə zaman dəyişir? Hücum istiqamətlərini? Bəli, yəni komandalar meydanda yerlərini nə zaman dəyişir? Bilmirsiniz, Ləman müəllimə. Təkrar etməmişəm. Yaxşı eləmisiniz. Mis. Rübai müəllim. Yerləri ikinci və üçüncü setdə. Bəs yaxşı, birinci seti püşkatma ilə oyunu başlamağa kim müəyyən oldu? İkinci set kim başlayacaq? Birinci set udan oyuncu başlayır, ikinci seti. Bəs üçüncü set oynanlarsa üçüncü seti? Onda da udan başlayır. Onda da udan başlayır. Baxın, belə bir nüans deyim sizə. Məsələn, birinci seti mən unutmuşam. İkinci setə keçiriksə, ikinci setdə mən başlayacağam. Elə deyilmi? Əgər üçüncü seti soruşursa, üçüncü seti soruşursa. 11-ci xalda. Yox, üçüncü seti soruşursa kim başlayacaqsa, üçüncü seti avtomatik olaraq elə oyunun başlanğıcı rəqib başlayacaq da. Çünki niyə? Birinci seti mən unutmuşam. Birinci seti mən unutmuşam. Elə deyilmi? İkinci set başlayacağam. İkinci setdə mən utsaydım. Oyun qalibi olardı da. Daha üçüncü set oynamağa ehtiyac olmazdı. Üçüncü set rəqibə keçir, düzdür. Bəli, bəli. Demək, ikinci seti rəqib udub. Bir-bir qalmışıq. Üçüncü seti rəqib başlayır ki, həll edici məqamdır. Düzdür, tamamilə doğrudur. Məntiqlə düz gəlir. Yaxşı. Ləman müəllimə, təşəkkürlər. Rübai müəllim. Bəli. Ləman müəllimə, əlinizdə indirin zəhmət olmazsa. Rübai müəllim. Bəli. Badminton Federasiyası Azərbaycanda nə zaman yaradılıb? Federasiya Azərbaycanda 1964-cü ildə. 64-də? 62-ci ildə. 62. Bəli. Bəs Beynəlxalq Badminton Federasiyası nə zaman yaradılıb? 1934-cü ildə. Torun uzunluğu nə qədərdir?
Uzunluğu 6 metr 10 santı. Bəs hündürlüyü? 1.55, ortada 1.52. Bəs dirəklərin hündürlüyü? Dirəkləri bilmirəm. Hə. O yəqin olar da 1.55-dən yuxarı olar da yəqin. Lamiyə müəllimə. Bəli müəllim 1.55. Ha, 1.55. Elə Rübai müəllim, dirəklər də 1.55-dir. Bəli, başa düşdüm. Ha, balanın çəkisi. Çəkisi 4.7.5.5. Aha, 4.7 tam açıqlamasından 4.74. 4.70. %74. 4.74, 5.5. %74. Aha, bəs yaxşı. Diametri Diametri 3.5 deyəsən. bəs lələklərin sayı 3.5. Lələk 16. 16. Servis yerinə yetirən zaman profkadan tutub lələkdən vururlar, yoxsa lələkdən tutub profkadan? Lələkdən tuturlar. Servis vuran zaman tullanaraq servis yerinə yetirə bilərsən. Bəli. Bir dəqiqə. Lamiyə müəllimə, tullanaraq servis yerinə yetirə bilərsən. Bəli müəllim, xeyr. Ayaqlar yerdə olmalıdır. Ayaqlar yerdə olmalıdır. Hə, Bəs onu bilmirdim bax. bilirəm. Rübai müəllim, bəs servisi qurşaqdan yuxarı raketkanı tutub vura bilərsən. Qurşaqdan yuxarı, onu da bilmirəm. Lamiyə müəllimə. Bəli müəllim, qurşaqdan yuxarı icazə verilir. Verilir. Bildiyim qədərindən hə. Səhv bilirsiniz o zaman. Fiyala müəllimə. Bəli müəllim. Qurşaqdan yuxarı icazə verilir. Nəyə müəllim? Valana sualı zəhmət olmasa. Servisi başlayan zaman raketkandan vuranda. Raketka ilə vuruş edəndə. Qurşaqdan yuxarı vurmaqla. Yox müəllim, yuxarıda vursan da, elə müəllim. Yox. Nətər yəni? e, Hə, valanı qurşaqdan yuxarı tutmağa. Bəli, bəli. Yox, aşağıda tutursan. Bəli, raketkan aşağıda. Yəni sən Aşağıdan aparırsan da. bəli, bəli. Çiyin səviyyəsindən mən raketka ilə topu vurum, balanı oyuna daxil edeyim və yaxud da fırlayım. O başı böyük hissədir, bəli, o böyük hissədir. Aha, Aşağıdan söyləyirsən. bəli, bəli. Rübai müəllim. Yaxşı, raketkanın uzunluğu. Uzunluğu 135-190. Uzunluğu 2 metrə Uzunluğu yaxın raketka olacaq. 65.5. 60. 65.5. Çəkisi, Çəkisi 135-190 qram. bəs eni. 23 sm. Təşəkkürlər Rübai müəllim. Lamiyə müəllimə. Bəli müəllim. Time-out vaxtı. Badmintonda. Taymat yoxdur, texniki taymat var. Vaxtı. Hər setdə bir dəfə verilir, 11 xala çatanda 60 saniyədir. Yaxşı. Mən məsəl üçün texnik time-out götürmək istəyirəm. 8-ci saniyədə götürə bilərəm. 8-ci saniyədə. Bəli. Vaxt yoxdur axı mənim orada. Necə vaxt yoxdur? Oyun vaxtla deyil, axı 8-ci saniyədə götürək. Üzr istəyirəm. 8-ci xalda. 8-ci xalda xeyr, götürmək olmaz. 11 xala çatanda götürməyə icazə verilir. Aha. Yəni bu time-out könüllü, istədiyin vaxt götürərsən. Amma burada belə bir şey, belə bir qayda yoxdur. 11-ci xalda məcbursan ki, girəsən time-out'a. İstədin, istəmədin. Yaxşı. Lamiyə müəllim, hakim heyəti nə qədərdir? Hakim heyəti 10-13 nəfərdir. 10-13 nəfər. Yəni yarışmada 13 nəfər. Cütlərdə meydan ölçüsü, təklərdə meydan ölçüsü. Cütlərdə 13 metr 40 sm uzunluğudur, 6 metr 10 sm enidir. Təklərdə 13 metr 40 sm uzunluğudur, eni 518 sm-dir. Badminton Azərbaycana kim gətirib? İngilis yox. Azərbaycana. İngilis sahibləri tərəfindən oynanılıb, amma kim tərəfindən gətirilib, onu bilmirəm. Fiyala müəllimə. Demək Azərbaycana, demək Torf Baku komandasına da belə bir Anar müəllim. səhv deyil. Mənim axşamınız xeyir. Nazim Əliyev. Nazim Əliyev, bəli. Doğrudur. Bəs Anar müəllim, Lamiyə müəllim, Bəli. ilk qaydalar nə zaman tətbiq olunub badminton üzrə? Qaydalar tətbiq olunmağa başlayıb daha doğrusu. Yoxsa qaydalar dəyişir? Bilmirəm. Yaxşı bilirsiniz. Aha. Fiyala müəllim. Siz də bilməyəcəksiniz. Anar müəllim. Bəli müəllim. Qaydalar nə zaman tətbiq edilib? İlk dəfə. 34 idi məncə. Beynəlxalq Badminton Federasiyası da 34. Mən də yox dedim də. Mən təsdiqlədim ki, Yox. Qaydalar. sizə geçirsiniz. Nəyiz müəllimə?
Nəcid müəllim burada. Nəcid müəllim çıxıb. Bir dəqiqə. Cahan müəllimə gec qoşulacaq. İlqar müəllim. Selcan müəllimə. Bəli, mən buyurun. Qaydalar nə zaman tətbiq olunub ilk dəfə? 1876-cı ildə. 1876-cı ildə bəli. Aha, Lamiyə müəllimə. Bəli, müəllim. Yaxşı. Servis zonası nə qədərdir? 6 metr 10 santı. Yəni bilən sözüm 72-də təyin olunmayıb Baldwin tərəfindən. 72-də ilk dəfə ilk dəfə 72-də oynanılıb. 76-da qaydalar artıq tətbiq olunmağa başlayıb. Baldwin qaydaları heç tətbiq edən adam. Mən də bilmirəm. O Baldwin düz deyirsiniz, qaydaları tətbiq edib, əsasən 76-da tam olaraq qaydalar yaradılıb. O düz deyirsiniz, Baldwin-də orada iştirakı var. O 1972-ci ildə. Amma 76-da tam olaraq qaydalar tətbiq olunub. Yaxşı müəllim. Sağ olun. Siz sağ olun, buyurun. Lamiyə müəllimə. Bəli, müəllim. Futbolda meydançanın ölçüsü 120-nin 90-a. beynəlxalq yarışlarda. 110-u. Beynəlxalq yarışlardadır dediyiniz. Hə, beynəlxalq. Yanlış deyirsiniz onda. Fiyalı müəllimə. Bəli, müəllim. Futbolda meydançanın ölçüsü. Meydançanın ölçüsü 110 metr. Müəllim, eni də 64-75. Aha, bəs qeyri-rəsmi yarışlarda Qeyri-rəsmi yarışlarda da demək 90 idi. 90 neçə? 90 100 idi. 100 yox. 90 uzun idi də müəllim. Tam deyin. O 110 beynəlxalq yarışlarda. Aha, uzunluğu. 64-75. Bəli. 90-ın 120-yə. 90-da Bir yaxlamıya müəllimə dedi də 90-ın 120-yə. 90-120. 90-120. Aha, Lamiyə müəllimə. Bəli, müəllim. Meydança xətlərinin qalınlığı. Futbolda Yox, badmintonda. 4 sm. Rənglər. Xətlər nə rəngdə olur? Ağ və ya sarı rəngdə olur. Aha. Xətt meydanın daxili sayılır. Aha, doğrudur. Lamiyə müəllimə. Yaxşı, futbolda komanda heyəti. Futbolda 11 əsaslı, 15 ehtiyatlı. Ehtiyatsız gələ bilər oyuna. 0 ehtiyatla da gələ bilər. Meydana çıxan zaman maksimum neçə nəfərlə çıxa bilər? Maksimum 11 nəfər olmalıdır. 7 nəfərdən də az olmamalıdır. Aha, yaxşı. Oyunçu dəyişikliyi futbolda. 5 dəfə oyunçu dəyişikliyi yerinə yetirilir. 5 dəfə yoxsa 5 oyunçu? 5 oyunçu da 5 oyunçu Neçə dəyişilir. dəfəyə? 3 dəfəyə Yoxsa nə? yoxsa 5 dəfəyə. İndi sual verirsiniz yoxsa cavab verirsiniz? Cavab verin. Unutmuşam mənim. Bildiyim qədərilə 3 dəfə. 3 dəfəyə. Hı. Siz bilirsiniz. Bəs badmintonda oyunçu dəyişikliyi Badmintonda oyunçu dəyişikliyi yoxdur. yoxdur. Bəs yaxşı. Futzalda oyunçu dəyişikliyi Futsalda oyunçu dəyişikliyi yoxdur. yoxdur. Oyunçu dəyişikliyi olmaz da eləmi? Yoxdur deyəsən. Fiyalı müəllimə. Məhdudiyyət yoxdur müəllim. Məhdudiyyət yoxdur. Hakimə deyilir, deyilmir. Təşəkkürlü Lamiyə müəllim. Sağ olun. Demək, futsalda deyilir müəllim. Yox, deyilmir. Handbolda, futsalda deyilmir. Başqa hansı idman oyununda deyilmir? 3-2 basketbolda. Aha, 3-2 handbol, futsal deyilmir. Yaxşı. Bəli. 30 saniyə time-out olan hansı idman oyunlardır? 30 saniyə 3-2 basketboldur, bir də voleyboldur. Bəs yaxşı. Hansı idman oyunudur ki, püşkatma keçirilmir? O basketbol, böyük basketbol, hava atışı ilə başlayır. Böyük basketbol 4 nəfərlə meydana çıxa bilər. Böyük basketbol 4 nəfərlə yox, çıxa bilməz. Bəs 300 basketbol 2 nəfərlə meydana çıxa bilər, oyun başlaya bilər 2 nəfərlə. 3-2 elə 3-3 oynanılır da çıxa bilər.
2 nəfər deyirəm. Hə, 2 nəfərlə çıxa bilər. 2 nəfərlə meydana çıxa bilər. Anar müəllim, 2 nəfərlə meydana çıxa bilər. Çıxa bilməz, müəllim, çıxa bilməz. Çıxa bilməz. Mütləq 3 nəfərin üstündə olsun. Bəs voleybolda 5 nəfərlə çıxa bilər. Çıxa bilməz. 6-cı zonanın oyunçusu neçənci zonaya keçir oyuncu dəyişikliyi zamanı? Demək 6 keçir 4-ə. 6 keçsək 4-ə, 5-ə, 5-ə. Bəs 5 neçəyə keçsək? 4-ə. 5 libero olarsa neçəyə keçsək? Hə, libero olarsa 6-ya keçəcək. Oyuncu dəyişikliyi 6-ya. Yox, onu xatırlamadım. Hə, onun qaydası var idi, amma onu xatırlamadım müəllim. Anar müəllim. Bəli, müəllim, deməli 5-4-ə keçəndə libero çıxır gözləyir, növbəti oyunçu keçir də ora. Hə, düz deyirsiniz. Hə, Bəli. sağ ol, dedim, qaydası. Piyalı müəllimə. Handbol 6 nəfərlə meydana çıxa bilər. Handball Hı. 6 nəfərlə. Yox, çıxa bilməz müəllim. Anar müəllim. Bəli, müəllim. Handbolda məncə də çıxa bilməz. Amma onların hansısa oyunların birində çıxa bilirdi. Fikrimdən çıxdı, qarışdırdım ki. Hansındasa çıxa bilirdi az oyuncu ilə. Futbolda çıxa bilir. Sonra. Selcan müəllimə. Elə futbolla deyən handbolda çıxa bilər müəllim. Minimum 5 nəfərdən çıxa bilər. 5 nəfərdən aşağı çıxa bilməz. Bəs 5 nəfərdən aşağı olarsa oyun davam edə bilər. Texniki məğlubiyyət verilir. Mütləq düşüş olur, həmin dəqiqə texniki məğlubiyyət versin. Oyun Sadəcə gedişat mən zamanı 5 nəfərlə 7 nəfərlə oyun başlayıb, 5-dən az oyunçu qalarsa 5-dən az oyuncu qalarsa texniki məğlubiyyət verilir. Müəllim, hakimlər qərarlaşdırdı ha. Aha, həkimin qərarına əsasən istəsələr texniki məğlubiyyət qərarına əsasən istəsələr oyun davam edə bilər. Bəli. Fiyalı müəllimə. Futbolda Bəli. neçə qırmızı və bir komanda neçə qırmızı maksimum neçə qırmızı və qalarsa komandaya texniki məğlubiyyət verir. Bir komanda 5 müəllim. 5. Bəs ümumi neçə qırmızı vərəq alınarsa oyun bitər. 9. 9. 6 nəfərlə oyun meydana çıxa bilər. Yox, 7 olmalıdır. 7 olmalı. Minimum 7 olmalıdır. Futsalda 4 nəfərlə meydana çıxa bilər. Çıxa bilməz. 5 olmalıdır. Selcan, Anar müəllim. Bəli, müəllim. Futsalda 4 nəfərlə meydana çıxa Futsalda 4 nəfərlə xeyr. Selcan müəllimə. Mən futsal deməli 3 nəfərlə çıxa bilər. 3 nəfərdən aşağı olarsa çıxa bilməz. Bəs yaxşı, 4 nəfərlə başladım oyuna. Oyun gedişat zamanı 3 nəfər qalarsa oyun davam edə bilər. 3 nəfərdən qalarsa davam edə bilər. 3 nəfərdən az olarsa oyun başlaya bilməz. Yəni davam edə bilməz. Aha, davam edə bilməz. Təşəkkürlər. Sələqəm. Fiyalı müəllimə. Bəli müəllim. Futsalda komandanın faal limiti neçədir? 5 müəllim. 6-cı olarsa nə olar? Olarsa 10 metrə cərimə zərbəsi vurur. Canlı səhət qurula bilər. Canlı səhət qurulmur axı deyəsən. Vurulmur. Dabanla vura bilər oyuncu. Dabanla? Bəli. Onu bilmirəm. Bilmirəm müəllim. Anar müəllim, dabanla vura bilər. Bəli, müəllim, dabanla vura bilər, amma irəli getmək şərti ilədir. Arxaya pas ötürə bilər. Xeyr. Xeyr. Təşəkkürlər Fiyalı müəllimə. Anar müəllim, sizə stərs açsın. Anar müəllim, badmintonda kartlar. Mənim kartlar deməli 3 tür kart olur. Sarı, qırmızı, bir də qara. Aha. Sarı deyim şərtləri. Aha, deyin. Sarı xəbərdarlıqda qırmızı deməli rəqibə bir xal verilir. Qara kartda isə oyunçu oyundan xaric edilir. Oyunçu oyundan xaric edilir. Yaxşı. İzdəqəm. Bəs voleybolda kartlar. Voleybolda da deməli sarı olurdu, bir də qırmızı olurdu. Bir də nə rəng idisə var idi orada. Yoxsa yox, sarı qırmızı. Hədəf sözdə sarı qırmızı. Aha, indi deyin onları. Sarı xəbərdarlıq idi, qırmızı deməli hər əldə bir dənə olanda, deməli hər əlində bir sarı bir qırmızı göstərirdisə, deməli hissədən xaric edilirdi. İki əlində bir sarı ilə qırmızı göstərirdisə oyundan xaric edilirdi. Fiyal müəllim, nə istəyəcəkdiniz? Əl qaldırmışdınız yox. Yox, elə müəllim onu demir, kartlar deyəsi idi, dedi müəllim. Anar müəllim, voleybolda time out.
Voleybolda timeout deməli hər hissədə deməli 2 dəfə 2 dəfə timeoutun vaxtı. 30 saniyə. Oyunda maksimum neçə püşkatma atılır? Voleybolda Aha. voleybolda püşkatma bir dəfə. Maksimum. Bir dəfə, bir də sözdə bir dəfə də. Davam müəllimə deyin. Bir dəqiqə oyun başlayanda olurdu. Deməli oynadıq. Üçüncü 3 dəqiqə müəllimə. Püşkürtmə 2 dəfə keçirilirdi. Bir oyun başlayanda, bir də 5-ci hissədə. 5-ci hissə oynanılırsa 5-ci hissədə. Aha. Doğrudur. Ana müəllim bildiniz? yəni 5-ci hissədə 5-ci setdə. nəysə oldu mu? 5-ci Sonra? setdə var. Yəni elə bilməyin ki, yoxdur. Yəni ola bilər unutmusunuz. Voleybolda 2 dəfə püşkatma keçirilir. Bir oyunun başlanğıcı, bir də 5-ci setdə oynanılarsa 5-ci set həll edici məqamda. Və orada 15 xallıq oynanılır. Ana müəllim, handbolda neçə bir kart var? Handbolda 3 cür idi səhv eləmirəmsə. Sarı idi, qırmızı idi, qara kart idi. Yanlış deyirsiniz. Handbolu unutmuşam. Nəsə Müəllim sarı, qırmızı, bir də mavi kart. Bir də yaşıl olmalı. Aha, bir də yaşıl. İndi onlara deyin. Nə üçündür, nəyə verilir? Sarı xəbərdarlıqdır, qırmızı kənarlaşmadır, mavi də ki o hakimə raport verilən zaman. Aha, raport verilir oyunçu barəsində, Yaşıl yəni raport yazılır. Raport deyəndə protokol yazılır, hesabat aparılır. Yaşıl da ki taymat zamanı səhv etmirəmsə. Timeoutun vaxtı, Sezgin müəllimə. Mən onu bilmirəm. Anar müəllim. timeoutun vaxtı deməli handbolda 2 dəqiqə səhv eləmirəmsə. Hətta 2 dəqiqə. Handbolda 1 dəqiqə müəllim. 1 dəqiqə. Ümumiyyətlə idman oyunlarında 2 dəqiqə timeout yoxdur. Var 1 dəqiqə və yaxud da 30 saniyə. Texniki timeout dəmcini 1 dəqiqədir. Bir dənə də badmintonda texniki timeout var, yox. Hissələr arası fasilə Anar müəllim. Nədə? Handbolda. Hissələr arası handbolda deməli 10 dəqiqə səhv eləmirəmsə. Beynəlxalq yarışlarda 15 dəqiqə. 15 dəqiqə. Sezgin müəllimə. Təşəkkürlər Anar müəllim. Oldu mənim sağ ol. Buyurun müəllim. 6.75-in basketbolda 6.75-in xaricində basket faul olarsa. Səhv etmirəmsə 3 cərimə. Basketbol. Deyinləmə müəllimə. Xarici 3 xam 2 cərimə. 2 cərimə. Yox, 1. 100 cərimə atışı. Baxın, gedəcəksiniz limigə. Bu sual düşəcək, verəcək 2. Orada kompüter deməyəcək, təzədən 2 cərimə və yaxud da bir işarə verməyəcək, 2 deyil. 2 xal deyil, başqasını götür. Götürdün 3 xal, 2 cərimə alacaq, vəsiyo getdi, sual batdı. Buradan 2 xal toplama, 2 balın getdi. Əlavə o tərəfdən də səhv düz aparma, 0.5 balın. Ona görə diqqətli oxumaq lazımdır. Hər nüansı bilməlisiniz. Orada sizə, burada biz deyirik ki, nəsə göz qaş eləyirik, gözümüzü ağardırıq və yaxud da deyirik ki, bildirik ki, yəni o deyil də, bir başqa bir variant deyin. Orada o deyil, kompüter vurdun, çıxdı getdi, səhvdir, getdi. Bir də migdən çıxandan sonra vurdun kompüter cavab, nə qədər bal gəlib. Bir dəfə də gözləyəcəksiniz 3 saatı, 3 saat tamam olandan sonra cavablar hamısı ekranda gəldi. Ayda, burada bu imiş. Ayda, burada bu imiş. Kəşki dəqiq oxuyardım, kəşki vaxtında oxuyardım. Bunları deməmək üçün indi oxumalısınız. Sezgin müəllimə. Futzalda komanda heyəti. Futzalda 12. Xeyr. Ləmə müəllimə. 14 nəfər, 5 əsas, 9 ehtiyat 5 futsal. əsas, 9 ehtiyat. Sezgin müəllimə, bəs futbolda komanda heyəti. 11 əsas, 15 ehtiyatlı oyunçu. Aha. Yaxşı. Ehtiyatsız gələ bilər komanda oyuna. Bəli, ehtiyatsız gələ bilər. Ehtiyatsız gələ bilər. Yaxşı. Meydana 8 nəfərdən çıxa bilər. Minimum 7 nəfərdən çıxa bilər. Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Mərkəzdən, xeyr müəllim, qapıdan qapıya sayılır, küncdən vurulan sayılır.
Mərkəzdən və sayılmır cərim çünki. mərkəzdən. O yalan deyirəm müəllim. Ləman müəllimə. Mərkəzdən vurulan qol qeydə alınır və rəqib gəlir küçdən başlayır. Bəli, gəlir düşdən zərbə ilə yerinə. Necə? Mən də bir təsdiq edirəm. Futbolda mərkəzdən vurulan qol qeydə alınır dedim. Day rəqib gəl düşdən niyə başlasın ki? Qol qeydə alınırsa, qol qeydə alınanda hardan başlanılır? Mərkəzdən. Mərkəzdən. Siz elə əlaqəsiz cavab verdiniz ki, qol qeydə alınacaq, cavab da bir küçdən də başlanılacaq. Qol qeydə alınmayanda küç başlanılır. Bəli, bəli müəllim. Qaçışdı müəllim, öz qapısına vurulan qol. Qarışdırdı. Həmən o öz qapısına vurularsa rəqib gəlib küçdən başlayır. Qol qeydə alınacaq, alınmayacaq. Öz qapısına vurulanda xeyir alınmır. Ümumiyyətlə nə zaman Ləman müəllim mərkəzdən başlanılır? Mərkəzdə zaman? müəllim oyun başlanan zaman Aha. Sonra hissələr başlayan zaman. Hissələrin əvvəli bir sözlə. Sonra Səlcan müəllimə, sonra Penaltılar qaldı da. penaltılar qalmışıq. Niyə mərkəzdən başlayaq? Gedib penaltimizi yerinə yetirək də, mərkəzdən niyə başlayacağıq? Anar müəllim. Bir məsələ var da onunla bağlı soruşmaq istəyirdim sizdən. Bax futzalda deyir ki, Cavab verin soruşarsın. hansı məqam? Nə idi sual? Futbolda mərkəzdən nə zaman başlanılır? Deməli oyunun başlanğıcındadır. Oyun başlayan vaxtda. Sonra Hissələrin əvvəlində də başqa vaxt başlanmışdı da. Başqa yoxdur. Futbolda dediniz. bəli, Futbolda dediniz də mənə. bəli. Futbolda o hissələrin əvvəlində başqa bəlkə də var fikrimdən çıxıb. Bəlkə də var fikrimdən çıxıb amma. Bəli müəllim. Müəllim, birinci hissənin əvvəlində, ikinci hissənin əvvəlində, əlavə silah olmasa əvvəllərində, bir kimi qol vurulan zaman. Qol vurulan zaman. Qolu vuran başlayacaq, yoxsa qolu buraxan? Qolu buraxan komanda. Qolu buraxan komanda. Hər vaxtınız xeyir. Yaxşı, Səlcan müəllimə. Mərkəzdən başlanan zaman rəqib nə qədər məsafə saxlayır? 5 metr. Futzalda yox, futzalda da 5 metr yoxdur. Futboldan söhbət gedir. Deyən Ləman müəllim. Mərkəzdən başlayan zaman 900-1. Aha. Anar müəllim, futzalla bağlı nəsə sual verəcəksiniz. Buyurun. Səsiniz bağlıdır. Hə mənim futzalda sualım belə idi. Məsələn A ilə B oynayırsa, tutaq ki A tərəf B tərəfə topu vurdu, top çıxdı çölə, varatan yanlarından da çıxdı çölə. Qapıcı gətirir əllə başlayır da. Bu aydın məsələdir. Futzalda əllə başlanır da oyun. Futzalda ümumiyyətlə qapıcı yox, saha oyunçusu başlayır. O da ayaqla. Bir ayaq mütləq xəttin üstündə olmalıdır, ayaqla başlayır. Hə, futzalda. Futzalda. Siz də siyazdan bölgəsindənsiniz, Anar müəllim. Xeyr, mənim. Siyazdan müəllim. Buyurun. 5 metr hansı oyundadır 5 metr qaydası? 5 metr. Hə, rəqibin 5 metr Futbol. gözləməsi. Futbolda idi müəllim. Handbolda hansı zərbədə 5 metr gözlənilir? Mən bilmədim. Daha müəllim. Salam müəllim, axşamınız xeyir. Hər hansı. Futzalda, Futzalda nə zaman futzalda. 5 metr gözlənilir? Deməli müəllim, yan xəttdən başlanılan zaman, künc zərbəsi zamanı, Sonra sonra müəllim. 10 metrlik penalti də 5 metr irəli çıxmaq olurdu. kim? Deməli müəllim, qapıcı 5 metr irəli çıxa bilirdi 10 metrlikdə. Yaxşı, başqa 5 metr nə zaman gözlənilir? Başqa 5 metr. Bəli müəllim. Müəllim əvəz etmə zonasında da 5 metr idi. Aha, o da doğru. Bəli müəllim, əlavə. Penalti zamanı müəllim, 6 metr penalti zamanı. 6 metr. Sonra 5 metr. Bir 10 metr penalti ilə cərimə zərbəsi zamanı. cərimə zərbəsi zamanı. Sonra üzr istəyirəm, mən kameramı bağlayacağam.
Münasibətdən başlayan zaman 3 metrdir. Sərbəst zərbə zamanı nə qədərdir? Sərbəst zaman bura 5 metr müəllim. Dərmə zərbəsi. Sərbəst Beş zərbə 5 metrdir. Zərbə zərbəsidir. Sərbəst zərbə ilə cərimə zərbənin fərqi Dərmə zərbəsindən birbaşa qol vurma olur müəllim. Sərbəst zərbədə amma olmaz. olmaz. Aha. Canlı sədd nə qədər məsafədən qorunur? 1 metr. Yox, canlı sədd neçə metr? 1 metr deyil müəllim. Canlı sətdən. Onda 5 metr. 5 metr. 1 metr nədir bəs? Yəni canlı sədd arasında məsafə olmaz. Nəyin? Nəyinlə nəyin? Oyunçuların yoxsa? Necə? Oyunçuların məsafəsi olmaz bunların arasında. Ha, rəqiblə, bəli. Bəli. Rəqiblə, Məsafə olmaz. bəli, bəli, doğrudur. Yaxşı, Selcan müəllimə. Təşəkkürlər Bəybal müəllim. Sağ olun. Selcan müəllimə, futbolda 7 metrlik penaltı zamanı rəqib nə qədər məsafə saxlayır? Futbolda 7 metrlik Mhm. yoxdur axı. Yoxdur. Bəs 11 metrlik cərimə zərbəsi zamanı 11 metrlik cərimə. 5 ya da 6 metr olmalıdır mənim. yanlış deyirsiniz. Cahan müəllimə. Müəllim 915. Bəs müdafiəçilər nə qədər saxlayır? Müdafiəçilər müəllim 2 metr. Yaxşı fikirləşin. Ləman müəllimə deyin. Penaltı yerinə yetirilən zamanda 915 metr məsafə saxlanılır. Hansı komanda? Rəqib oyuncudan da hamısı. Yox, müdafiə olunan komanda nə qədər gözləyir? Müdafiə. Məsafəni mənim. Bəli, bəli, nə qədər topda məsafəni saxlanır? Zərbədə. 915. Bəs hücum? Hücum edən komanda. Mənim elə o da 915. Bəli, indi 15. hər iki komanda o məsafəni gözləyir. 9,115 məsafəni gözləyir. Bəs Penaltıda da mübahisə top zamanı da eynidir. Bircə belə mübahisə topda 4,5-dir. penaltıda da 9,115. Bəli, hər iki komanda eyni məsafəni gözləyir. Yaxşı, Selcan müəllimə. Selcan müəllimə, futbolda qalibə məğluba verilən xal. Qalib olmalı. Deməli, qalib 3, məğlub 2. Yanlış deyirsiniz. Cahan müəllimə. Müəllim qalib 3, məğlub 0, bərabərlik 1. Bəli, doğru. Təşəkkürlər Selcan müəllimə. Cahan müəllimə, səs açın, siz zəhmət olmazsa. Badmintonda Thomas Kuboku, Uber Kuboku neçə ildən bir keçirilir? 3 ildən bir keçirilir. Yeni qaydalara əsasən 2 ildən birdir. 2. Aha. İlk dəfə dünya çempionatı nə zaman keçirilib? Dünya çempionatı İlk dəfə, aha, badminton üzrə. 1962. Yanlış deyirsiniz. Kim bilirsə əlini qaldırsın. Heç kim bilmir. Mən sualı zəhmət olmasa təkrar edə bilərsiniz. Dünya çempionatı nə zaman keçirilib ilk dəfə? Badminton üzrə. Mən 1977. 1977. Bəs Avropa çempionatı? Mən onu bilmirəm. Anar müəllim. Müəllim. Avropa çempionatı ilk dəfə nə zaman keçirilib? Deməli, Olimpiada 34-dədir. Avropa çempionatı düz müəllim? Olimpiyada hansı 34-dür elə? Mən bilmirəm onu. Olimpiya oyunları. Mən beynəlxalq federasiya. Beynəlxalq federasiyası yaranıb 34-də. Bəs yaxşı, Avropa çempionatı ilk dəfə nə zaman keçirilib? Avropa çempionatı müəllim, onu unutmuşam. Yaxşı eləmisiniz. Bəybal müəllim. 1968 zaman Avropa 1968. Ha, 77-də dünya çempionatı. Yaxşı, yeniyetmələr və uşaqlar arasında
Oyunlar neçə xaldan oynanılır? Zahan müəllimə. Deməli müəllim cütlər üçün 15, təklər üçün 11. Badminton Federasiyası prezidenti nə kimdir? Bir dəqiqə Talih Ziyadov. Ali Ziyadov. Yaxşı. 2021-də seçdi. Yaxşı. Torun eni 0.76 sant. 12 0.76 santı 0.76 santı. metr olar. 0.176 metr. Metr bəli. 0.176 santimetr 76 millimetrdir. Səhv eləmirəm. 76 millimetr. Cahan müəllimə, yaxşı. 12-ci xalda servis hardan yerinə yetirilir? Sağdan. Sağdan, Şaqli. səhvinə. Sağdan çəpinə bəli. Aha. Hesab 20-21 bitə bilər. Xeyr müəllim 2 xallıq fərq olmalıdır. 29-30 bitə bilər. Bəli. Valanın, Maksimum 30-a qədər oynayırıq. valanın çəkisi. Deməli valan 130 yox valan 4.74 5.5. Bəs diametri Diametri. Eni müəllim 23 santıdır, diametrini bilmirəm. nəyin eni? Valanın eni 23 santimetrdir. Müəllim deməli 62 milli 70 millidir diametri. Karışdırırsınız. Günel müəllimə. Günel müəllimə. Hə, Günel müəllimə buradadır. Aha. 3,1 sant. 3,5. Lələyin sayı Günel müəllimə bəs. 16. Ha. Kim dedi 16-nı? Mən. Hər ikiniz. Axırı bir səs eşitdim. Cahan müəllimə, siz səsi bağlayın. Günel müəllimə, raketkanın uzunluğu, 65.5. çəkisi, 135, 190. eni, 23 santimetr. yaxşı, servis zonası nə qədərdir? Zonası 5 metr. 5 müəllim. Xeyr. Cahan müəllimə, Müəllim bilmirəm. gelirsiniz. Bəybala müəllim, Nədir müəllim? servis zonası. Hansı hissədə? Yəni servis volanın oyunu daxil edilən hissə nə qədərdir? Sağdan başlamalı. Nə qədər? Sağdan başlamalıdır. Yox, nə qədərdir? Hissə nə qədərdir? Daxil edilən hissə hansı hissədən, neçə metr zonadan, hissədən yerinə yetirilir servis? Arxa zondan yerinə yetirilməli. Hə də o nə qədərdir? Deyəcəm. 3,9 metr. Xeyr. Selca müəllimə. Mən təklər üçün 4.72, cütlər üçün 3.96. 3,96. Aha. Təklər üçün nə qədər? 4.72 mənim. Xeyr. 4,72 deyil. 74. Xeyr. Orada 4.72. təklər üçün ümumi əlavə 76 santimetr olur. Orada o ikinci xətt var, məsəl üçün. Orada 76 santimetr yer olur. Oradan da yerinə yetirə bilər. Amma təzədən ayrıca o nə qədər dediniz? Siz 4,74 əlavə yoxdur orada. Metr müəllimə. Necə? Valanın 0,76. Hədə 0,176 metr var. Təklərdə o var. Amma təzədən 4 metr 174 santimetr yoxdur orada. Elə bir şey. Cahan müəllimə. Neçə setin qalib hesab olunur badmintonda? 2. 2. Rübal müəllim, buyurun. Nə söz deyəcəkdiniz? Müəllim, mən başa düşə bilmədim. Təklər servis zonası nə qədərdir? Mən onu dəqiq bilmirəm. 3.59-dur yoxsa 0.46-dır, nədir bu? 3.96. 3.96. 3.96 3.96. servis zonası. Bu fərqi yoxdur, tək cüt. Aha. Düzdürmüz? Bəli. 3.96 başa düşdüm. Sağ ol. Sağ olun. Sağ olun. Yaxşı. Cahan müəllimə. Bəli. Bir set neçə dəqiqəlik oynanır? Müəllim 21 xala çatana qədər. Vaxt oynanır. Yaxşı. Voleybolda oyunçular öz meydanlarında yerlərini nə zaman dəyişir? Birinci set bitdi, ikinci də.
Öz meydanlarında, yəni İkinci oyunçular yer başlayın. dəyişməsi. Hə, deməli müəllim rəqibdən xal qazandı, qazandı tamam. deyirsiniz. Bəli, bəli, rəqibdən xal qazandıq. Şirxan müəllim, yerdən danışmayın. Birdən biraz Cahan müəllimə. Yaxşı, bəs badmintonda? Deməli müəllim badmintonda da birinci hissə bitdi, ikinci hissəyə Öz başlayanda. meydan cütlər və qarışıq cütlərdə öz meydanlarında yer dəyişməsi. Hə, rəqibdən yenə xal qazandı deməli. Rəqibdən yox. Öz Atır, servisindən. xal qazanırsa Öz servisindən. Öz servisindən. Öz servisindən xal qazandıq da. Bunu bəzi müəllimlər deyir, məsəl üçün, rəqibdən, rəqib deyil. O öz servisidir. Rəqibin o da necədir? Mən məsəl üçün sağda 21-ci xaldır. Sağ üzr istəyirəm. 21-ci xaldır. Soldan Şaqili atıram. 21-ci xaldır. Məsələn hesab 20-21-dir. 21-ci xal qazanmışam. Soldan Şaqili atıram. 22-ci xal bu oyun bitmiş sayılır. Onu deməyim. Məsəl üçün hesab 20-20-dir. Mən 21-ci xal qazandım. Rəqibdən qazandım. 21-ci xalda hardan başlanılacaq oyun? Müəllim 22-ni atır deyə sol təkdən yox mən sağdan atırıq. 21-ci xal qazanıb. 20 soldan sağdan atacağıq. 21 təklərdə hardan atılır? Cütlərdə hardan atılır? Deməli müəllim təklərdən soldan atılır. Aha. Cütlərdə sağdan çəpinə. Aha, bəs 21-ci xalda indi hardan atılacaq? Soldan. Soldan. İndi fərz edin. Hesab məsəl üçün 11-ci xalı qazanmışam. 11-ci xalda soldan başladım. Servisi atdım. Yenidən öz servisimi mən qazandım. 12-ci xalı. Keçib Avtomat sağdan keçir. çəpinə atacağıq. Aha. Keçir sağdan başlayır. Sağdan çəpinə. Yəni rəqibin servisinin aidiyyatı yoxdur bura. Öz servisindən qazanılan Öz xalı. servisimizin. Bəli. Yaxşı. Nə zaman badminton yaranıb? Rübal müəllim buyurun. 1872. Ha, ilk dəfə Mən oynadım. soruşmaq istəyirdim ki, müəllim, xal servis qazanyan buna ralli deyilir, yoxsa servis deyilir? Ralli. Ralli. Aha. Ralli deyilir. Aha, ralli. Başa düşdüm. Başa düşdüm, sağ olun. Buyurun, buyurun. Amma servis görəndə deməyin ki, bu servis deyil axı. Ralli də deyilir, servis də deyilir. Əsasən ralli gedir badmintonda. Oldu müəllim. Oldu, buyurun. Aha, düz dediniz siz də Cahan müəllimə. Cahan müəllim, bəs Beynəlxalq Badminton Federasiyası nə zaman yaradılıb? 1934-də. 1934-də. Doğrudur. Heç nə